Məni yenə vadar eləyirsiniz ki, mən xərçənglərdən danışım. Sanki mənim xərçənglərdən danışmağımdan həzz alırsınız. Saatlarla problem deyil. Əslində xərçəngi sevəndə birinci növbədə onun daxilindəki uşağı sevməlisən. Uşağı hamı xərçəngin həyatına gəlir, bir parça ondan qopardar, çıxır gedir. Sevgisindən, nəvazişindən, qayğısından, ehtirasından, hisslərindən. Amma heç kəs xərçəngə bir parça qatmağa çalışmır əzizim. Və bu, onların həyatında olan, daxilində olan uşağın ölümünə səbəb olur. Əslində, əyləncəli insanlardılar, çılğın insanlardılar. Əllərindən tutub yağışlı havada qaçasan, romantika yaşayasan. Çiçək asarlar. Xərçəng həyatıma girdisə, həyatında işıq saçır. Xərçəng həyatından çıxdısa, həyatındakı işıq sönür. Və bunun fərqinə nə vaxt varırsan, onun sən həyatında olmadığını biləndə artıq hiss edirsən hər saniyəsini, sümüklər və qədər ki, artıq mən xərçəngə aid deyiləm. Xoşbəxt olmadığında anlayırsan bunu. Ona görə onların daxilindəki uşağı sevin. Xoşbəxtçilik ondan asılıdır, səndən asılı deyil əzizim.